Qax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrət Əli Abdullayev saxlanılıb. Araşdırmalar zamanı onun çay sahilində yerləşən meşəlik ərazidə əkərək becərdiyi kətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq göstərdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Həzrət Əli Abdullayev barəsində həbs qəti imkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.